Ordubad qozunu yeyəndən sonra sizə bir ev təqdim edəcəm. Dəyərli izləyicilərim, əgər 5 otaq almaq istəyirsinizsə, 226 kvadratlıq mənzildə yaşamaq istəyirsinizsə, şəhərin mərkəzində qalmaq istəyirsinizsə, bu video təqdimatımı çayı süzüb axıra kimi izləyin. Sizə yaxşı bir qiymətə, biləm qozusunu da biləcəm, yaxşı bir qiymətə bir dəyərli izləyicimin evini satışa çıxarmışam. Gözləyirəm zənglərimizi, müraciətlərimizi gözləyirəm. Bu mənzil o qədər böyük bir mənzildir ki, o qədər insanın aurasını, əhvalını qaldıran mənzildir ki, bu qozuna yiyib talamayacam. Gəlin, mən sizə zal otağından başlayayım. Bir dənə kuruqlu zal otağının genişliyinə baxın. Yemək masası 2 dənə. Böyük qonaqlarımız gələndə burada uşaqlar oturar, orada valideynlər oturar və yaxud da kişilər orada oturar, qadınlar burada oturar. Qonaq otağının təmiri yaxşıdır, dəyərli izləyicilər. Yer parketli, divar aboylardır, İtalyanski kombi radiatorlardır ki, yer tutmasın. Və maraqlısı budur ki, sizə operator göstərir, bütün, bax belə bütün evin aynabəndi, bax belə yumru, yerdən vitraj pəncərədir. Bura Xətai rayonu, Xətai metrosunun yanı tam arxasındakı yeni tikili binadır. Mən sizə koridorun bir dənə genişliyinə izah verim. Bu boyda koridor harada görmüşsünüz? Yəni retkidir də, düzdür, oturmaq yeri, girdim paltar dolabı, bura hamam otağı, hər şey mükəmməl, xoşa gələn bir vəziyyətdə. Çamaşır otağı, baxın xanımlar, necə genişdir görün. Hələ bu qədər də, burada ailə yaşayır da, doldurublar, yenə genişliyi qalıb. Bura girən kimi, həm istifoldur burası, 4 dənə padyezə qonşu var, 2 dənə lifti var. Bura uşaq üçün yataq otağıdır. Əşyalar, hamısı bunlar qalır. Bunları əşyalar göstədirəm ki, hamısı bu evdə qalacaq. Mən deyən qiymətin üzərindədir bu əşyalar. Bu otaqdan çıxaq, keçək bu otağa. Bura qız uşağının, balacaların otağı deyəcəkdim ki, o deyilmiş. Bura valideyn yataq otağıymış, dəyərli izləyicilər. Geniş bir yataq otağı. Bura qardırob otağıdır, amma çox genişdir. Allah paxalını tut deyə, belə qardırob otağı olar. Təsəvvür ki, burada qışlıq, yaylıq, payızlıq, corablarını qoy da, yəni nə istəyirsən. Burada hamam otağı da var içində. Və balkon da var. İndi keçək o bir otaqlara. Bu otaq ikinci bir istirahət otağıdır. Özün üçün burada oturursan, iqralar oynamaq üçün, PlayStation üçün, dincəlmək üçün, belə bir ikinci bir olmalıdır da. Başını götür, qaç gəl otur burada, başını dincəl. İndi gəldik, çatdıq kuxnaya, kuxni. Mən sizə kuxnasını görsədim. Onu deyim ki, kuxnanın genişliyi, adası, yəni mətbəx stolu, elektronikaları, hamısı mükəmməldir, hamısı dəyərlidir, dəyərli izləyicilər. Nofroz, yekə, bura bir 1000 manatlıq bazarlıq görsənməz də o dərəcə, böyük bir xalden idi, daha içini açmıram. Qab yuyan, paltar yuyan, kofe, çörək qızardan xırt-xırt düşür, hamısı evin içində qalır da. Bu da balkon hissəsidir, bilmirəm bura balkona çıxım yoxsa yox. Ya balkona çıxmıyaq, çünki balkonda gözlədirəm ev sahibi ilə mənə gələn uşaqları. Bu mərtəbə 3-cü mərtəbədir. Bu mənzil 3-cü mərtəbədə yerləşir. 246 kvadratdır. 26 artırama yavaş-yavaş. 226 kvadratdır. 4 otaqlı mənzildir.
Qiyməti isə çox şirin bir qiymətdir, dəyərli izləyicilər. Belə bir evin, bir fikirləşin, neçə olar? 750, bir dəqiqə iç səslərimizi eşidirəm, 1 milyon da var filan. Bu isə 495 min manat. Təsəvvür edin. 226, 495 min manata 4 otaq əşyalı Xətaydasız ev təqdim etdim. Zənglərinizi gözləyirəm. Sağ olun.